Hər vaxtınız xeyirli olsun. Bəli, Bakı Məhkəmə kompleksində ədalət mühakiməsi davam edir. Təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşı Azərbaycana və xalqımıza qarşı çoxsaylı cinayət əməlləri törətməkdə təqsirli bilinirlər. Məhkəmə prosesinin hazırki mərhələsində məhkəmə istintaqında Ermənistan Azərbaycana qarşı apardığı təcavüzkar müharibə nəticəsində törədilmiş çoxsaylı cinayət hadisələri, kütləvi qətillər, deportasiya, soyqırımı araşdırılır. İlkin olaraq 1989-1992-ci illərdə baş verən cinayət hadisələri üzrə zərər çəkənlər ifadə verirlər. Sənəd və sübutlar təqdim olunur. Zərər çəkənlər ifadələrində bir məqamı xüsusi qeyd edirlər. Həmin vaxtda Ermənistan Azərbaycana qarşı apardığı bu təcavüzkar müharibənin arxasında dayanan əsas məqsəd Azərbaycanlıları öz doğma yurd yuvasından didərgin salmaq və onların yaşadığı əraziləri Ermənistana birləşdirmək idi. Və bunun üçün də ilkin olaraq Azərbaycanlıları təqib və təzyiqləri daş terroru ilə başlayıblar. Yığılmış həmin o erməni qruplaşmaları Azərbaycanlılara hücumlar edir, onların evlərini, özlərini, avtomobillərini daşa basırdılar. Sonradan isə bu daş terroru silahlı terrora keçirilir. Azərbaycanlılara qarşı silahlı hücumlar başlayır və daha sonra isə bu Ermənistan silahlı qüvvələrinin ağır texnikası ilə yaşayış məntəqələrini hədəfə götürür və həmin vaxtda artıq kütləvi qətillər törədilir. Azərbaycanlıların evləri dağıdılır, insanlar yaralanır, öldürülür. Zərər çəkənlər ifadələr hansı şəraitdə yaralandıqlarını, ev eşiklərinə necə didərgin salındıqlarını, onlara qarşı hansı təqib və təzyiqlərin törədildiyi barədə ifadə verirlər. Bir məqamı qeyd edirlər ki, həmin vaxtda bütün kənd və şəhərlərimiz demək olar ki, mühasirədə idi. Hətta yaralıları belə ərazidən çıxarmaq, hansısa bir yaxınlıqdakı rayonlara daşımaq olduqca çətin idi. Və həm də o vaxtda o qədər kütləvi qətillər ardıcıl olaraq törədilirdi və yaralıların sayı o qədər çox idi ki, xəstələrə belə o soyuq havalarda 1992-ci ilin fevralında, martında baş vermiş o hadisələr zamanı yaralıları belə xəstəxanalara yerləşdirmək olduqca çox çətin idi. Çünki yaralıların sayı çox idi. Məhkəmə prosesində həm də həmin vaxtda baş vermiş cinayət hadisələrinin iş üzrə protokolları və foto sənədləri, video materialları nümayiş olunur. Zərər çəkənlər ifadələrində əsirlikdə qaldıqları şəraitdə hansı işgəncələrə məruz qaldıqları barədə danışırlar. Açıq keçirilir məhkəmə prosesi və bizim bugünkü iclasla bağlı xəbərlərin növbəti buraxılışında məlumatların daha geniş əksini tapdığı xüsusi reportajımızda olacaq deyərək sözü yenə də mərkəzə studiya ötürürük.